Azərbaycanda səhv ola bilər, Rusiyada ola bilməz. Yok, Yani değil. Moskva'nın en kimse etalon kimi götürüyor Bak, ki orada O olabilir. etalon götürdüğünüz Moskvanın verdiği rapor budur. Sol ayağında burada yazıb ki, dərin venada heç nə yoxdur, tamamilə normaldır və may ayında olmuş Dopplerdir. May ayından indiyə dərin venanın içərisində, əgər mayda Doppler olub normal göstərilirsə, xəstənizin ayağı artıq burası qaralıbdır, bərkiyibdir, qaralıbdır. Yəni 4-5 ayın içərisində posttrombotik sindrom olaraq bərkimə qaralmanın formalaşması qeyri-mümkündür. Bunu ona görə deyirik ki, bu mayda olan raporda belə yanlışlıq var və biz Doppler olaraq baxanda dərin venanın, ümumi bu venanın içərisində keçirilmiş trombozun qalıq əlaməti var. Həmin sinerxiya dediyimiz bu ağ olan yer, bu açıq aydın görünür. Damarın içərisi bu sol ayaqdır. Müqayisə üçün sağı göstərirəm indi. Damarın içərisi belə olmalıdır bu dərin vena. Amma burada təkrar qayıdıram sol ayağa. Burada tromb olub. Sadəcə Moskvada olunan Dopplerdə, mayda olan Dopplerdə bu etalon hesab edildiğimiz yerdə yenə gözdən qaçıbdır və aparılan müalicələr və poliklinikin və sair təyin olunub. Biz əgər Moskvanı və ya digər şəhərləri, ölkələri biz etalon kimi götürsək, asanlıqla yanlış edə bilərik. Bildik. Bu baxımdan hər bir xəstəni məcburi olaraq da mütləq özümüz Doppler edib baxıb arxain olmalıyıq. Problem var yoxsa yoxdur.